Salam əziz investorlar və treyderlər. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Hər bir göstəriciyə biraz daha ətraflı baxaq. Əgər maraqlanırsınızsa, onu dayandıra bilərsiniz. Korporasiyanın bütün parametrlərini ətraflı öyrənə bilərsiniz. İndi şirkətin əsas göstəricilərini təhlil edək. Insmed Incorporated ticker ONSM. Baxış 28 may 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets təşkilat Insmed Inc alt kateqoriyaya aiddir. Specialized Parman qiymətləndirmədə 29 şirkət iştirak edir ki, bu da kifayət qədər təmsilçidir. Sifarişlərlə bağlı qərarları bu videonun sonunda görəcəyik. Sözü gedən şirkət üçün ümumi nəticə belədir. Mənfi 10 baldan 9 bal. Alt kateqoriya üzrə orta nəticə mənfi 3,8 bal. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə bütün bazar üzrə orta reytingin 1,9 bal olduğunu görə bilərsiniz. Mənfi reytingə qarşı, şirkət üçün 9 bal Insmed Incorporated. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Insmed Inc və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Insmed Incorporated 181,5% dinamika nümayiş etdirib. 32,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Insmed Inc 12,39 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 204 milyard dollardır. Şirkətin balans dəyəri 0,9 milyard dollardır. 32 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Insmed Inc alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirilərkən 6,65% təşkil edir. Balans dəyəri 0,281% təşkil edir. Təşkilatın bazardakı payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi PIS mənfi 1 bal. Şirkətin maliyyə öhdəlikləri 1,201 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 1334,4%-ni təşkil edir. Şirkətin borc səviyyəsi üçün nəticə çox pis, mənfi 2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox pis, mənfi 2 bal. Son 12 ayda mənfəət mənfi 1013 oldu. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi pis, mənfi 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 32,5-dir. Alt kateqoriya üçün orta qiymət 9,8-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi pis, mənfi 1 bal. Son 12 ayda gəlir 380 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Proqnozlaşdırılan gələcək gəlirin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi pis, mənfi 1 bal. Marjinallıq mənfi 265,9%, mənfi alt kateqoriyada orta göstərici 10,4%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış rentabelliyinin qiymətləndirilməsi keçə bilən mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 7,325% təşkil edir.
Bu, bazar kapitallaşma payından 21% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $9.747.000 bərabərdir. Alt kateqoriyada isə $11.774.000 var. Bir işçiyə düşən şirkət kapitalının məbləğinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəətin həcmi mənfi $797,200. Alt kateqoriya üzrə orta hesabla mənfi $125,300. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $300,000. Alt kateqoriyada $1,204,000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Qısaldılmış səhmlərin sayı %3 alt kateqoriya üzrə orta göstərici ilə müqayisədə 8,9% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %48 səviyyəsini göstərir INSMED Inc. Halbuki alt kateqoriyada RSI səviyyəsi 14 təxminən 50%dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $68,3. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $97,1. Hamı üçün əlçatan olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Güruh, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların qiymətləndirilməsi nəticəsində INSMED Incorporated. Məlumat və arayış sistemi güruh, Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $68,2 açıq satış sifarişi. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytinqi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə modeli Akimin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 48,48 səviyyəsində müəyyən edilmişdir. Stop loss 87,56 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 27 iyun 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker Wutahera əsas alış sifarişidir. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən əsas və ya balanslaşdırıcı. Əks sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Güruh, Markets.